Məhkəmə prosesinin növbəti baxış iclasında əvvəlcə təqsirləndirilən David İşxanyan və David Babayan prosesdə daha bir neçə sənədin və video materialın sübut qismində tədqiq olunmasını xahiş etdilər. Hakim Zeynal Ağayev bildirdi ki, qeyd olunan sənəd və video materiallar təqsirləndirilən şəxslər və ya onların müdafiəçiləri tərəfindən təqdim olunarsa, növbəti iclasda tədqiq olunar. Təqsirləndirilən David İşxanyan fasilədə həmin sübutların toplanması ilə bağlı hüquqlarını müdafiə edən vəkili ilə görüşmək üçün şərait yaradılmasını xahiş etdi. Hakim Zeynal Ağayev fasilədə onlara şərait yaradılacağını dedi. Sonra təqsirləndirilən Arkadi Qukasyan məhkəmədə elan və tədqiq edilən sənədlərə dair fikrini bildirdi. Ötən iclasda ittiham tərəfinin təqdim etdiyi sübutların elanı və tədqiqi başa çatdıqdan sonra hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərə bununla bağlı fikir söyləmək istəyində olub-olmadıqlarını soruşmuşdu. Bəziləri fikirlərini bildirmiş, Arkadi Qukasyan isə ona növbəti iclasda fikir söyləmək üçün şərait yaradılmasını xahiş etmişdi. Məhkəmə də bunu nəzərə almışdı. Arkadi Qukasyan əvvəlcə ötən iclası bir qədər tez yekunlaşdırmaqla bağlı etdiyi xahişi nəzərə aldıqları üçün hakimlər kollegiyasına təşəkkürünü bildirdi. O, elan olunmuş bəzi sənədlər və həmin sənədlərdə qeyd olunan bəzi xüsusatlarla razı olmadığını dedi. Bundan sonra məhkəmədə iş üzrə zərər çəkmiş qismində tanınmış bir qrup şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan olundu. Həmin zərər çəkənlər daha əvvəl məhkəməyə müraciət ünvanlayaraq üzürlü səbəbdən prosesdə iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini və iclasda elan olunmasını xahiş etmişdilər. Tərəflər həmin zərər çəkənlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məhkəmədə elan olunmasına etirazlarını bildirmədi. İbtidai istintaqda zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Kəlbəcər rayon sakini Mehriban Kərimova bildirib ki, 1992-ci il aprelin 8-də Ermənistan Silahlı Qüvvələri yaşadıkları Ağdaban kəndinə hücum edərək çoxlu sayda mülki şəxsi qəsdən öldürüb, bir neçə dinc sakinə isə müxtəlif ağır bədən xəsarətləri yetirib. Öldürülənlərdən biri isə anası olub. İfadəsində göstərib ki, anası Ermənistan hərbçilərinin əlindən qurtulub qaçmaq istəyəndə bir nəfər əlindəki avtomat silahla ona kürəyindən atəş açıb. Həmin gün ermənilər onu, atasını və daha bir neçə nəfəri girov götürüblər. Bildirib ki, Ermənistan ordusunun hərbçiləri evləri içərisində insanlarla birlikdə yandırıb. Aman diləyən, qaçmağa çalışan şəxsləri də yaxalayıb qəddarlıqla öldürüblər. Evləri talan edib, qiymətli əşyaları, heyvanları oğurlayıblar. Zərər çəkmiş bütün bu vəhşiliyin canlı şahid olduğunu bildirib. İfadəsində həmçinin göstərib ki, girov götürüldükdən sonra onları kəndin mərkəzində yaşlı bir qadının evinə aparıblar. Evə daxil olanda təxminən 6 yaşında Ülviyə adlı uşağın yerdə uzanıqlı vəziyyətdə olduğunu görüb. Məlum olub ki, Ülviyə atası Camalın belində olarkən ermənilər atəş açaraq ikisini birlikdə qətlə yetirib. Bundan başqa həmin vaxt orada olan Tural adlı kənd sakinini əlləri bağlı halda ot tayasına tərəf aparıblar. Həmin yerə çatdıqda arxadan avtomat silahla atəş açıb onu vurublar. Sonra isə ot tayasını yandırıb Turalı alovun içərisinə atıblar və o yanaraq ölüb. Sonradan eşidib ki, Turalın anası həyata da ağzından avtomatla atəş açaraq öldürüblər. Zərər çəkən girov götürüldükdən sonra müxtəlif yerlərdə ac-susuz, soyuq zirzəmidə saxlanıldıqlarını deyib. İfadəsində göstərib ki, hücum zamanı ermənilər dayısı Aşıq Şəmşirin 28 yaşlı nəvəsi Qulu Qurbanovu tonqalda diri-diri yandırıblar. Ermənilər Aşıq Şəmşirin digər doğmalarını da öldürüblər. Bəzilərini isə evlərində ailə üzvləri ilə birlikdə yandırıblar. İbtidai istintaq zamanı zərər çəkmiş qismində tanınaraq dindirilmiş Elşən Nuhiyev 1993-cü il iyulun 2-də Füzulinin Gorazıllı kəndində atası, anası, qardaşı, nənəsi, əmisi və daha bir neçə nəfər qohumu ilə birlikdə Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü, müxtəlif işgəncələrə məruz qaldığını deyib. Xankəndidə uşaq xəstəxanasında saxlanılanda erməni nəzarətçilər, xüsusilə də Kamo adlı erməni nəzarətçi onlara ağır işgəncələr verib. Əmisi girovluqda saxlandığı zaman ermənilər tərəfindən döyülüb və verilmiş ağır işgəncələr nəticəsində ölüb. Zərər çəkmiş qismində tanınaraq dindirilmiş Şakir Albalıyev ifadəsində göstərib ki, 1993-cü il avqustun 25-də Ermənistan hərbçiləri onun xidmət etdiyi batalyonu mühasirəyə alaraq mövqelərini güclü atəşə tutub. Həmin ərəfədə düşmən Cəbrayılın bir sıra kəndlərini, o cümlədən onun yaşadığı Dağ Tuması və valideynlərinin yaşadığı Pirəsədi də işğal edərək yandırıb.
Batalyonu mühasirədən çıxdıqdan sonra Dağ-Tumasa gələndə bütün evlərin yandırıldığını və talan edildiyini, kənd sakini Məhəmməd Əliyevin və Bənövşə adlı qoca bir qadının evlərinin qabağında ermənilər tərəfindən güllələnmiş meyitlərini görüb. Valideynlərinin taleyi barədə xəbər tutmaq üçün onların yaşadığı Pirəsət kəndinə getmək istəyib. Lakin məlum olub ki, həmin kənd də işğal olunub. Qeyd edib ki, 1993-cü il avqustun 26-sında Cəbrayılın Sofulu kəndi yaxınlığında Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Həmin hərbçilər onun əllərini arxadan möhkəm bağladıqdan sonra şillə təpik və avtomat silahın qundağı ilə döyüblər. Ağır işgəncələr veriblər. Avqustun 28-də axşam saatlarında su içmək adı ilə həmin erməni hərbçilərdən aralanmış və ərazini yaxşı tanıdığı üçün qaça bilib. Məhkəmədə ifadəsi elan olunan zərər çəkənlərin bir qismi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru nəticəsində zərər çəkdiklərini, mina partlayışları zamanı yaralandıqlarını və sağlamlıqlarını itirdiklərini deyiblər. Məhkəmə prosesi oktyabrın 23-də davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Ana Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkanyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözgedən cinayətkar birliyi tərəfindən aparılan təcavüzkar müharibənin geçişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.